Salam hörmətli şagirdlər və valideynlər. Bugün sizlərlə 7-ci sinif gimnaziya riyaziyyat suallarının izahını paylaşacağım. Əgər siz də öyrənmək istəyirsinizsə, lise gimnaziyalara qeydiyyatdan keçmək istəyirsinizsə, yorumlarda bildirə bilərsiniz və bu illəri Sumqayıt gimnaziyada 8-ci sinifə qəbula cəmi 5 nəfər yer ayrılıb. Əgər siz də bununla ətraflı maraqlanmaq istəyirsinizsə, yorumlarda öz vermək istədiyiniz lisey və gimnaziyanın adını qeyd edərək hansı sinifə qəbulda neçə nəfər yer ayrılıb, onun haqqında məlumat ala bilərsiniz. Yorumlarda onu sizlərlə paylaşaram. Elə isə gəlin bir yerdə birinci sualdan həllindən başlayaq. Birinci sualda kəsr işarəsidir. Kəsri hesablamaq üçün birinci ən altdan hesablamaq lazımdır. Yəni 2-dən 3/2-ni çıxmaq lazımdır. Çıxaq. 2-nin məxrəci 3 kimi göstərsək, onda yuxarı olur 6. 6/3 2 edir və çıxılsın 3/2 mənə verir 3/4-dür. Bura 3/4-dür. İndi 2-ni 3/4-ə bölmək, 2-ni 3/4-ə bölmək, onun tərsinə vurmaq deməkdir. Yəni 4/3-ə vurmaq deməkdir. 2 ilə 4 ixtisar getdi. Burada qaldı 2 və 2/3. Bura 2/3 elədi. İndi 2-dən də 2/3 çıxmaq lazımdır. 2-dən də 2/3 çıxanda eləyir 2/4 çıxılsın 2/3, 2/1. Burada 2/1 elədi. Məxrəc 2/1-dir. Sürət də 2-dən 3/2 çıxanda bayaq hesabladıq ki 3/4-dür. İndi 3/4-ü də 2/1-ə bölmək, 3/4-ü 2-yə vurmaq deməkdir. O da eləyir 3/8. İndi 2-dən çıxırıq 3/8-i. 2-dən çıxılsın 3/8. 2-ni göstərirəm 3/6 çıxılsın 3/8. O da eləyir -3/2. Ona görə doğru cavab C variantı -3/2 olacaq. Növbəti suala baxaq. Üçbucaqdır. Burada deyir, bunlar tənböləndir. Və burada bərabər yanlı üçbucaq var. Bərabər yanlı üçbucağın xassəsinə əsasən buradakı bucağa A desək, onda bu bucaq da A olmalıdır. Və bizə deyir ki, bura ümumi 100 dərəcədir. İndi bura A-dır, onda burada A olmalıdır. Və bura bu üçbucağın xarici bucağı olduğuna görə xarici bucağın bizə nəyə verirdi? Ona qonşu olmayan 2 daxili bucağın. Ona görə bu da 2A olacaq. İndi bura 90-dır, 2A da A-dır. Onda 2A ilə A-nın cəmi mənə 90 dərəcə verməlidir ki, düzbucaqlı üçbucaq alınsın. Buradan da 3A bərabərdir 90-a, A da bərabərdir 30-a. A 30-dursa, gətirək yazaq. 30, 30. Bura elədi 60. Bura ümumi 100-dürsə, onda bura 40 dərəcə çatmır. İndi yenə 90-dır, 40-dır. X ilə 40-ın cəmi 90 eləməlidir ki, düzbucaqlı üçbucaq alınsın. Onda burada 50 dərəcə qalır. Ona görə cavab C variantı 50 dərəcə olacaq. Növbəti suala baxaq. Burada çubuqlar verilib, bu çubuqları birləşdiririk. İndi deyir, ağ ilə mavini birləşdir. Ağın uzunluğu nə qədərdir? 2x üstəgəl 5-dir. Bir də üstünə gəlir 3x minus 2-ni. Bu da mənə verir 5x üstəgəl 3-ü. Demək, bu ikisinin ümumi uzunluğu 5x üstəgəl 3-dür. İndi deyir ki, qaranın 2 mislindən daha qısa olar. Onda qaranın 2 misli nə qədər edir? 2 vurulsun x plus 10, o da 2x plus 20 edir. Bu da böyüdür 5x üstəgəl 3-dən. Aha, hesablayaq. 2x keçdi bu tərəfə, 3 keçdi bu tərəfə. Qaldı burada 17, böyüdür 3x-dən. X də kiçikdir. 17-ni də 3-ə böləndə təqribi düşür 5/6. Yəni 5/6-dan kiçik olmalıdır. Bu da ən böyük x burada 5 ala bilər. İndi x 5 ala bilərsə, ağın uzunluğunu soruşur bizdən. 2 vurulsun 5 üstəgəl 5. O da eləyir 15. Ona görə doğru cavab C variantı 15 olacaq. Növbəti 24-cü suala baxaq. 24-cü sualda burada bölmə əməlindən də istifadə edə bilərik. 33-ü 23-ə bölə bilərik. 101-i 71-ə, 67-ni 47-yə bölərək hesablama apara bilərik. 33-ü 23-ə böləndə 1 tam 1000-də 434 düşür.
101-i 71-ə böləndə 10.000-də 4225, 67-ni də 47-yə böləndə bizə verir 1 tam 10.000-də 4255-i. İndi burada mənfi ədədlərdir. Ona görə mənfinin qaydası nə idi? Böyük olan kiçik olur. İndi burada ən böyük rəqəm hansıdır? 1 tam 1000-də 434. Demək onda ən kiçiyi x olacaq. Sonra ondan böyük hansı var? 55 olan. Ona görə o z olacaq və ondan sonra da y. Ona görə doğru cavab A variantı x, z, y-dir. 25-ci suala baxaq. Deyir 4 qırmızı və 4 yaşıl olan top var orada torbada. İndi nə qədər qırmızı əlavə olunursa ehtimalı 75 olar. Biz bunu necə hesablayırıq? Ümumiyyətlə ehtimalın birinci nə demək olduğunu anlayaq. Ehtimal o idi ki, əlverişli halların sayının bütün halların sayının nisbəti idi. İndi bizdə qırmızı nə qədər? 4 dənə. Və üzərinə x qədər qırmızı əlavə edəcəm. Bilmirəm axı nə qədərdir. Və bölünsün bütün halların sayı. 4, 4, 8. Ümumi 8 top var. Və üzərinə də 8-in x gələcək axı 1-də. O da bərabər olmalıdır. 75% nə deməkdir? 0-dan %75-ə. İndi bu tənliyi həll eləsək cavabı tapacağıq. Vuraq. 4 üstəgəl x nəyə bərabərdir? 0,75 vurulsun 8 üstəgəl x-ə. 4 üstəgəl x bərabərdir 0,76 üstəgəlsin 0,75x. 0,75 keçdi bu tərəfə. 0-dan %25x qaldı. Burada da 2 qaldı. 2-ni də 0-dan %25-ə böləndə x bərabərdir 8. Ona görə doğru cavab D variantı 8 olacaq. 26-cı suala baxaq. 26-cı sualda hovuz məsələsidir. Ümumiyyətlə 3-ü doldurur və müəyyən saat veribsə bizə, onda düstur olacaq K vurulsun A-da 1, B-də 1 və C-də 1. Nə qədər? 3-ü birlikdə filan qədər, məsələn, K saat iş görəndə bu qədər iş görmüş olar. Ona görə yazaq. Birinci kran nədir? A-da 1 elə. İkinci kran nədir? 2A-da 1. Üçüncü kran 4A-da 1. Və vurulsun, nə qədər iş görürlər? A bölünsün 5 saat iş görürlər. Tabaq. Buna orta məxrəci 4A-dır. 4A. Bunu 4-ə vurarıq. Bunu 2-yə. 4, 2, 1-in də cəmi 7 edir. Vurulsun 5A. A-lar ixtisar getdi. Qalır 20-də 7. 20-də 7 hansı hissəsi boş qalar deyir bizə. 20-də 7-si dolmuşdur. Boş qalmasını tapmaq üçün də 1-dən 20-də 7-ni çıxmaq lazımdır. O da eləyir 20-də 13. Ona görə düzgün cavab D variantı 20-də 13-dür. Növbəti 27-ci suala baxın. 27-ci sualda ədəd oxudu və bərabər hissələrə bölünüb yazıb. Birinci belə sualları işləmək üçün baxmaq lazımdır ki, nə qədər interval var arasında. 1 ilə -2 arasında 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 9 nə interval var? 1-dən -2-ni çıxıram ki, görüm aralarında nə qədər məsafə var. O da eləyir müsbət 3. Demək 3 məsafə var arasında. 3-ü də bölürəm 9-a ki, 1 xət bölgü mənə nə qədər verir? O da eləyir 3-də 1. Demək 1 xət 3-də 1-dir. Yəni buraya yazırıq 3-də 1. Onda bura 3-də 2 olacaq. Burada 0 xəttdə olacaq. Və belə-belə geçsək C xəttinə çata bilərik. C xəttinə düşür -3-də 2. D xəttinə də düşür -2 tam 3-də 2. İndi deyir C-dən D-ni çıxaq. -3-də 2 çıxılsın -2 tam 3-də 2. Bu da nə deməkdir? 2 tam 3-də 2 çıxılsın 3-də 2. Çünki mənfi müsbət olur. O da eləyir elə 2. Ona görə düzgün cavab B variantı 2 olacaq. Digər suala baxaq. 28. Bir nöqtədə kəsişir, bir paraleldir və üst-üstə düşür. Bunun əlamətləri vardır. Gəlin ona baxaq. Əgər bir nöqtədə kəsişirsə, K1 K2-dən fərqli olmalıdır. Yəni bucaq əmsalları fərqlənməlidir. Yox, əgər
paraleldirsə, onda K1 K2-yə bərabər olmalıdır. Amma sərbəst əmsalları bir-birindən fərqlənməlidir. B1, B2. Və üst-üstə düşürdüksə, onda K1 K2-yə bərabər olmalıdır. B1 də B2-yə bərabər olmalıdır. Baxaq. İndi A-nı yazıb 2x, 2x. K-ları bərabərdir. Amma B-ləri müsbət 3-dür, mənfi 3-dür. B-ləri bir-birindən fərqlənir. Onda gəldi, düşdü bu nəyə? 2-yə. Yəni bunlar bir-birinə paraleldir. B-yə baxaq. 3x mənfi 3x. Burada K-lar bir-birindən fərqləndi. Ona görə 1-ə də düşəcək B variantı. 3-dəcə üst-üstə düşür. 2 müsbət 2. Mənfi 3, mənfi 3. Ona görə K-lar da bərabərdir, B-lərdir. Ona görə 3 də C. O da eləyir A variantı. Düzgün cavab A variantı. 29-a baxaq. 29-da məhsul alır və deyir ki, 80-dən yuxarı alanda hər kiloqrama görə 20% endirim edilir. Ümumi kiloqramda 15 manatdır. İndi tapaq görək ki, bu nə qədər eləyəcək? Baxaq cümə günü. Cümə günü nə qədər? 72 kiloqram məhsul alıb. 80-dən yuxarı deyil deyə cümə günü ilə verəcəyi pul 72 vurulsun 15 manat. O da eləyir 1080 manat. Və cümə günü 1080 manat pul verəcək. Amma şənbə günü 92 kiloqram məhsul alıb. Şənbə günü artıq biz 80-ə qədər 15-dən hesablayırıq. Bu mənə verir 1200-ü. Amma 92 nə qədər qalır? 12 kiloqram qalır, düzdürmü? 12-ni vuracağıq. 15-in 20%-ni tapmaq lazımdır. 15-in 20%-i nə qədər? 15 vur 20 böl 100. O da eləyir 3. 15-dən də 3 çıxanda 12. Demək ki, 20%-i 12 manat edir. 12-nin 12 144. Bu ikisini toplayıram, mənə verir 1344 manat. Yəni şənbə günü 1344 manat pul verəcək. Bazar gününə baxaq. Bazar günü 80 manatdır, 80 kiloqramdır. Ona görə elə 80-i 15-ə vurmaq lazımdır. O da eləyir 1200 manat. Bazar günündən sonra bazar ertəsi nə qədərdir? 84. Bazar ertəsi birinci gündür. 84 80-i yenə 15-ə vuracağıq. Eləyəcək 1200. Amma yerdə qalan 4 kilonu biz 12 manatdan hesablayacağıq. O da eləyir 48. Bu ikisini də toplayanda 1248 eləyir. İndi bir dənə qaldı ikinci gün. Çərşənbə axşamında 72 kiloqram məhsul alır. Onda 72-ni də elə vuracağıq 15-ə. Mənə verəcək 1080. İndi bunları toplayaq. 1080, 1344, 1200, 1248, 1080. Toplasaq eləyəcək 5952. Demək, cəmi 5 günə 5952 manat pul ödəyəcək. 30-cu suala baxaq. Burada da zalda deyir 210 nəfər şagird var. Onların 5-də-2-si qızlar, oğlanların 5-də-2-si qızların 3-də-1 lisey forması geyinib. İndi yazaq. Ümumiyyətlə 210 nəfər varsa, onun X, Y. Oğlanı X-dir deyək. Qızlar da Y olsun. Və X ilə Y-in cəmi 210-a bərabərdirsə, onda Y burada nəyə bərabərdir? 210 çıxılsın X-ə. Və oğlanların 5-də-2-si. Oğlanların 5-də-2-si nə deməkdir? 2x böl 5. Üstə gəlinsin. Qızların neçəsidir? 3-də-1. Ona görə Y böl 3 bərabərdir 78-də. İndi Y-in yerinə gətirəm 210 çıxılsın X qoyuram. 2x böl 5 üstə gəlinsin 210 çıx x böl 3 bərabərdir 78. İndi bu tənliyi həll eləmək lazımdır. Hər tərəfi gəlin burada 15-ə vuraq. 15-ə vursaq bura 3-ə vurmalıyıq yuxarını. Bunu da 5-ə vurmalıyıq. Eləyəcək 6x üstə gəlinsin 210 vurulsun 5 1050 çıxılsın 5x bərabərdir 1170-ə. Buradan da x bərabərdir 120 eləyir. Ona görə bizdən də oğlanların sayını soruşurdu. Cavab B variantı 120 olacaq. 31-ci suala baxaq. 31-ci sualda kvadratın sayəsini x kvadrat yazıb. X kvadratı nə deməkdir? X-in x-ə hasili x kvadrat eləyir. X-dir bura. Biz bildik ki, uzunluq x-dir.
X-i nəyə vursaq X edir? 1-ə. Onda demək N-i də 1-dir. Yazın. Burada 1-dir, burada 1, burada 1, burada 1. Aha, indi bura nə qədər olacaq? X plus 1. Demək, N-i X plus 1-dir. Uzunluğu da X plus 4. X plus 1-in X plus 4-ə hasili mənə verəcək bunun cəbri ifadəsini. Ona görə cavab D variantı X plus 1, X plus 4 olacaq. Növbəti suala baxaq. 32. Bunu həll etmək üçün ilk öncə bu ikisini həll edək. Çarpaz vursaq 3B bərabərdir 2A üstəgəl 2B-yə. Buradan da alınır ki, B bərabərdir 2A-ya. Sonra bu ikisini həll edək. Çarpaz vursaq 7B bərabərdir 2C-yə. C də bərabərdir 7B böl 2-yə. İndi C-ni aynən ifadə edək. C-ni aynən necə ifadə edə bilərik? B-nin yerinə gətirib 2A yazacağım. 7 vurulsun 2A böl 2. 2-lər getdi, qaldı 7A. Onda C də 7A-ya bərabərdir. İndi gətirib burada yerinə qoyaq. A üstə gəlinsin. 2B-nin yerinə yazırıq. 2 vurulsun. B-nin yerinə yazırıq 2B. A. Üstə gəl. C-nin yerinə 3 vurulsun. 7A. Bərabərdir 104. İndi A üstə gəl 4A, üstə gəl, bu da mənə verir 21A-nı, o da edir 26A bərabərdir 104-ə, A da bərabərdir 4-ə. A 4-dürsə, o birlərini tapmaq asandır. B neçə olur? 8 olur. C də 28 olur. Bizdən nəyə soruşur? A plus B plus C-nin cəmini soruşur. O da A-nı tapdıq 4, B-ni tapdıq 8, C-ni tapdıq 28. Toplasaq eləyəcək 40. Ona görə düzgün cavab A variantı 40 olacaq. 33-cü suala baxaq. Çoxluqlardır. Deyir A ilə B-nin kəsişməsi, B ilə C-nin və A ilə C-nin kəsişməsi. Burada baxsaq ki, hamısında ortaq olan 5-dir. 5 hamısında ortaqdır. Onda 5-in yazılacağı yer 3-ünün də kəsişməsi 5 olacaq. Sonra A ilə B-nin kəsişməsi 3 ilə 4. A ilə B harada kəsişir? Burada. 3 ilə 4. Sonra B ilə C-nin kəsişməsi 6-dır. Bura 6-dır. A ilə C-nin kəsişməsi 2, 7-dir. Onda bura 2-dir və 7-dir. İndi deyir A ilə B-nin birləşməsi fərqi C. A ilə B-nin birləşmə fərqi nə deməkdir? Yəni, sırf buralar nəzərdə tutulur. Yəni, C-ni çıxırıq. Onda A ilə B-nin birləşməsi 7-dirsə, 2 dənə də ortada varsa, onu çıxıram. Onda olur A ilə B-nin birləşməsi 5-ə. Daha sonra A ilə C fərqi B. Bu ikisi və fərqi B. Yenə 2 çıxıram, çünki burada 2 dənə element var. 2, 7. Altdan da 2 çıxanda 4. Demək, A ilə də C-nin cəmi 4-dür. Burada 4-dür. Daha sonra B ilə C-nin birləşməsi fərqi A. O da buradır. Burada da 1 element var. Ona görə 1 çıxacam. 4-dən də 1, 3. Demək, B ilə də C-nin cəmi 3-ə bərabərdir. İndi bunları sistem tənlikdə tərəf-tərəfə toplasaq. 2A, 2B, 2C. 2-ni də mötərizə xaricinə çıxarsaq, A üstə gəl B, üstə gəl C bərabərdir. 5, 4, 3 edir 12, böl 2, 6. Ona görə düzgün cavab B variantı 6 olacaq. 34-cü sual məhlul məsələsidir. Gəlin bir yerdə 34-cü sualı həll edək. Düstur məhlul məsələlərində belədir. M1, P1 üstə gəl M2, P2 bölünsün M1 üstə gəl M2 bərabərdir P-yə. P qarışıqdan alınan faizdir, yəni 15%. M1 üstə gəl M2 600 verib bizə. P1-i 30% verib, P2-ni 10% verib və deyir ki, 30%li məhluldan neçə qram götürülür. Yəni 30%li məhlulun kütləsini tap deyir. İndi M1 ilə M2-nin cəmi 600-dürsə, onda biz bunu belə yaza bilərik. M1 bərabərdir 600 çıxılsın M2. Yazaq. 30 M1 üstə gəlinsin M2 bilmirik. P2 də 10-dur. 10 M2 bərabərdir. Bura 600 idi. Burada 15-dir. 600-ü 15-ə vuruq ki, sürət alıq. O deyir 9000.
İndi M1-in yerinə gətirək bu ifadəni yazaq. 30 vurulsun 600 çıxılsın M2 üstə gəl 10 M2 bərabərdir 9000. Yazaq. 36'ya 18.000 çıxılsın 30 M2 üstə gəl 10 M2 bərabərdir 9000. 18.000 keçdi bu tərəfə və 9000-dən çıxanda elədi mənfi 9000 bərabərdir mənfi 30 M2 10 M2 eləyir mənfi 20 M2 M2 də buradan alınır mənfi 9000 bölünsün mənfi 20 450'ye. İndi M2 450'dirsə 600'dən də 450 çıxanda eləyir 150. Ona görə bizdən də M1'i soruşurdu. Cavab D variantı 150 olacaq. 35-ci suala baxaq. 35-ci sual da çox maraqlı sualdır. Niyə görə? Çünki Y ilə Z-in cəmi bizə Y ilə Z-in cəmi X bu tərəfə keçəndə mənfi X-ə bərabərdir. Ona görə bura mənfi X-dir. X ilə Z mənfi Y-ə bərabərdir. X ilə Y isə mənfi Z-ə bərabərdir. İndi burada ixtisar geçsin. X, X-ə bölsən mənfi 1, 2-ni də mənfi 1-ə böləndə mənfi 2. 3'ü Y ilə bu Y getdi. 3'ü də mənfi 1-ə böləndə mənfi 3. Və çıxılsın Z ilə Z ixtisar geçdi. 4'ü də mənfi 1-ə böləndə mənfi 4 edir. Bu da eləyir mənfi 5 üstə gəl 4 mənfi 1. Ona görə cavab D variantı mənfi 1'dir. 36'ya baxaq. 36'da görürük ki, ədədin özü modulundan kiçikdir. Bu nə deməkdir? Ədədin özü modulundan ancaq x kiçikdir 0 olarsa ödəyir. Yəni mənfi ədəd təbii ki, müsbət ədəddən kiçikdir. Və mənfi ədədin də modulu müsbət olduğu üçün bərabərlik düzdür. Və burada görürük ki, x kvadratından da kiçikdir. Bu o deməkdir ki, x 1-dən də kiçik ədəddir. Yəni bura 1 mənfi 1 verənməliyik. Mənfi 1 qoya bilməliyik. Mənfi 1 qoysaq, mənfi 1 müsbət 1 bu ödəyir, amma mənfi 1'in kvadratı 1'dir. Onda bu bərabər oldu. Ona görə bu ola bilməz. Bu ödəmir. Bunu necə işləyə bilərik? Yerinə ədəd qoya bilərik. Məsəl üçün x-ə mənfi 2 verir. Mənfi 2 bu olsun. Onda modulu müsbət 2 olur və burası da müsbət 4 olur. İndi yazaq. 2x üstə gəl 2. 2 vurulsun mənfi 2 üstə gəl 2. Mənfi 4 üstə gəl 2 mənfi 2 modulundan da müsbət 2 çıxır. Demək cavab bura müsbət 2'dir. Sonra üstə gəlinsin 2 vurulsun x plus 1. X-ə mənfi 2 verdim. Mənfi 2 üstə gəl 1 eləyir mənfi 1 modulda müsbət 1. 2'ni də 1'ə vuranda 2. 2'nin də üstünə 2 gələndə eləyir 4. Demək ki, bu ifadənin qiyməti 4'ə bərabərdir. 4'ə bərabərdirsə C ola bilməz, B ola bilməz. İndi A ilə D-ni yoxlayaq. X-ə nə vermişdi? Mənfi 2. Gəl A-ya baxaq. A-dan X-ə mənfi 2 verək. Mənfi 4 vurulsun mənfi 2 üstə çıxılsın 4. Bərabərdir. Mənfi 4'ü mənfi 2 vurulsun müsbət 8 çıx 4 müsbət 4. Bu müsbət 4'ə bərabər oldu mu? Ona görə cavab elə A variantıdır. Yəni belə işləmək daha rahatdır. Qiymət verib tapmaq daha rahatdır. Digər suala baxaq. 37-ci sual. 37-ci sualda deyir ki, bir dənə kəsir verib və başqa kəsiri həmin kəsirlə ifadə elə. Burada mən 3'ü mötərizə xaricdən çıxardaq. 3'ü çıxarsam 101'də 1 üstə gəl 103'də 2 üstə gəl 105'də 3 bərabərdir x olur. Və buradan da 101'də 1 üstə gəl 103'də 2 üstə gəl 105'də 3 bərabərdir x böl 3'ə. İndi bunu niyə yazdım? Çünki bunu tapmaq üçün. 101'də 102'ni mən belə yaza bilərəmmi? 1 üstə gəl 101 bölünsün 101 üstə gəl 103'də 105'i 103'də 2 üstə gəl 103 kimi yaza bilərəm. Üstə gəl 105'də də 3 üstə gəl 105 kimi yaza bilərəm. İndi buradan
1 üstə gəlinsin 101-də 1 üstə gəl. 1 üstə gəlinsin 103-də 2 1 üstə gəlinsin 105-də 3. İndi 1 1 1 eləyir 3. Qalır məndə əlimdə 3 üstə gəl. 101-də 1, 103-də 2, 105-də 3. Bunların cəmi nə demişdim? X bölü 3. Demək 3 üstə gəl x bölü 3-ə bərabərdir. Bunu da ortaq məxrəcə salsaq, eləyir 3-də, bunu 3-ə vurmalıyıq. 9 üstə gəl x-ə. Ona görə düzgün cavab D variantıdır. X plus 9 bölü 3-ə. 38-ci suala baxaq. 38-ci sualda gəlin bunu belə işləyək. Tutaq ki, n-inə bu buradan bölünüb, buradan bölünüb, bu da ümumi düzbucaqlıdır. Bura x deyək. Burada x olur, burada x olur. Və burada görürük ki, düzbucaqlının uzunluğu n-indən 3 dəfə böyükdür. Çünki 3x-dir. Onda bura 3x olur, burada x olur. Buradan bura 3x-dirsə, onda bura 1/5x düşür. Burada 1/5x düşür. Və bu da 2 hissədən ibarətdir. Bura 3x idi, burada 3x-dir. Onda bunun uzunluğu nə qədər olur? 6x olur. Düzbucaqlının sayısı nəyə bərabərdir? 6x-in 1/5x-ə hasilə. Çünki n-in uzunluğu hasilə. Onda 6x-i də 1/5x-ə vuranda eləyir 9x kvadratı. İndi x-i necə tapaq? Burada görürük ki, x 3x. Yəni 4x bərabərdir. Nə qədər verib? 24-də. Onda x də bərabərdir 6-ya. Yazdıq. 9 vurulsun 36 eləyir 324. Ona görə cavab A variantı 324 olacaq. Növbəti suala baxaq. Bunu işləmək üçün bu hər hansısa bir qaydədinə ixtisar gedib. Ki, 4-də 5 alınıb. İndi 3x minus 2-yə 5k deyək, 4y-ə də 4k deyək. İndi əbobdur. Biz bilirik ki, ortağı, yəni k-nı çölə çıxarda bilərik. Onda olur k vurulsun, əbob 5-də 4 bərabərdir 5-ə. 5 ilə 4-ün əbobu 1-dir. 1-i k-ya vuranda 5 eləyirsə, k 5-dir. K 5-dir, yazaq. K 5-dirsə, bura 25 olur, burada 20 olur. Onda 3x minus 2 bərabərdir 25-ə, 3x 27-yə, x də 9-a. X 9-dur. 4y də 20-yə bərabərdirsə, y bərabərdir 5-ə. 9-dan da 5-in cəmini soruşur, eləyir 14. Düzgün cavab B variantı 14 olacaq. 40-cı suala baxaq. 40-cı sual da tənliklər sistemidir. Bunu necə işləyə bilərik? X kvadratı, yuxarını belə yazaq. X kvadratı çıxılsın y kvadratı, üstə gəlsin x çıx y bərabərdir 18. X çıx y-i zaten 9 verib. 9 keçdi bu tərəfə, qaldı x kvadratı çıxılsın y kvadratı bərabərdir 9-a. İndi x kvadrat çıx y kvadratını 2 kvadrat fərqi kimi x üstə gəl y, x minus y kimi yazsaq və x çıx y-ə nə verib? 9. Onda bura 9-dursa, 9-u 1-ə vuranda 9 edir. Onda yazaq x plus y 1-dir, x minus y 9-dur. Sistem tənliyi alındı. Tərəf-tərəfə toplasaq 2x 10, x də 5. X 5-dirsə, 5-in üstünə nə gəlsən 1 eləyər. Mənfi 4-dür. Onda y də mənfi 4-dür. Bizdən də hasilini soruşur. 5-i mənfi 4-ə vuranda mənfi 20 eləyir. Ona görə cavab A variantı mənfi 20-dir. Digər suala baxaq. 41-də həcm verib, deyir, bunu tap. Deyir, A qabının həcmi B qabının həcmindən 2 litr azdır. Onu belə göstərək. VA bərabərdir, VB çıxılsın 2. Çünki 2 dəfə azdır. Və A qabı ilə 28 qab su tutan bidon, B qabı ilə 21 qab su tutur. Onda bu deməkdir ki, 28 VA bərabərdir 21 VB-yə. İndi VA-nın yerinə gətirib VB çıxılsın 2 yazıq. 28 VB çıxılsın 2 bərabərdir 21 VB-yə. Buradan 28 VB çıxılsın 56 bərabərdir 21 VB-yə. 56 keçdi bu tərəfə, bu keçdi bu tərəfə, qaldı 7
VB bərabərdir 56-ya. VB də bərabərdir 8-ə. Ona görə düzgün cavab C variantı 8 olacaq. 42-yə baxaq. 42-də N-in 3x verir. Bura 3x-dir. Burada 3x-dir. Və ümumi 12-dirsə, onda buradan bura qədər məsafə nə qədər olacaq? 12 çıxılsın 6x olacaq. Və burada görürük ki, burada 12 çıx 6x-dir, burada 12 çıx 6x-dir, burada 12 çıx 6x-dir. Onda bunun perimetri nəyə bərabər olacaq? 4 vurulsun, 12 çıxılsın 6x-ə. O da mənə verəcək 48 çıxılsın 24x. Cavab D variantı olacaq. Növbəti suala baxaq. 43. Bir mebel firması konferans salonları üçün müxtəlif formalı stollar hazırlayır. İndi baxaq birinci addımda nə qədər yer tutur? Sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. Birinci addımda 12'dir. İkinci addımda nə qədərdir? Sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16. İkinci addımda 16'dır. Üçüncü addıma baxaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20. Şimdi 20'dir. Yəni bu nə qədər artır? Hər artışda 4 artır. İndi deyir neçənci addımda 84 nəfər otura biləcək? Cavab 84 olacaq. Ona görə 84'ü bərabər eləyirik. Nə ilə başlamışdıq? 12 ilə başlamışdıq. Üstə gəlinsin. Neçənci addım dediyinə görə onu bilmirəm. Ona bir x deyək. Və x minus 1 addım olacaq. Çünki birinci addımı çıxmaq lazım. Orada x minus 1 vurulsun artım sayı. Nə qədər artır hər addımı? 4 artır. Bu tənliyi həll eləsəm yazıram. 84 bərabərdir 12 üstə gəlinsin 4x minus 4-ə. 12-dən 4 çıxanda 8. 4x bərabərdir 72-yə. X də bərabərdir 19-a. Demək 19-cu addımda artıq 84 nəfər otura biləcək. 4-cü sual bax. 44-cü sualda əslində bu biraz şübhəli sual kimi gəldi gözümə. Çünki 30 kiloqramda da alınmır, 80 kiloqramda da alınmır. Çox güman ki cavab 80 kiloqramda, amma 30 kiloqramda da ola bilmir, alınmır orada. Yəni bu biraz şübhəli sualdır. Yəqin ki bunu nəsə düşünəcəklər. Digər suala baxaq. Deyir bir hində 3 növ quş var. Toyuqdur, qazdır, ördəkdir. Yazaq. Toyuq, qaz, ördək. 9'u xaric qalan hamısı toyuqdur. Demək bunlara x, y, z deyək ki, belə daha rahat olsun. Toyuqdan deyir 9'u xaric qalan hamısı toyuqdur. Onda demək y-lə z-in cəmi 9 eləməlidir. Çünki qazla ördəyin cəmi 9 eləyir. 10'u xaric qalan hamısı qazdır. 10'u xaric. Onda x-lə z-in cəmi 10 eləyir. Və 11'i xaric qalan hamısı ördəkdir. Onda x-lə də y-in cəmi 11 eləyir. İndi tərəf-tərəfə toplayaq. 2y, 2z, 2x. X plus y üstə gəl z bərabərdir 9, 10, 11, 30. 2-yə də çıxarmışdıq mötərizə. 2-yə də böləndə eləyir 15. Demək bunun ümumi 15 dənədir. Və 15 dənəsi neçə dənə toyuq var. Yəni x-i tapdı. Y-lə z-in cəmi nə qədər idi? 9. Yəni 9'un üstünə nə gəlsəm 15 eləyər? 6. Ona görə hində 6 dənə toyuq var. Cavab C variantı. 46. 46'nı mən özüm bir res videosu kimi paylaşacağım. Onu da izləməyi unutmayın. Amma cavab C variantı 7'dir. 47-ci suala baxaq. Bir çənin 4'də 3 su ilə doludur. Çəndən 11 vedrə götürəndə çəndə 24 litr su qalır. Çənə 4 vedrə su tökəndə 114 litr su olur. İndi deyir ki, çən neçə litr su tutur. İndi biz çənin tutumunu bilmirik. Gəlin çənin tutumu x deyək. Və içində nə qədər su var? 3x böl 4. İndi bundan su götürürəm. Çıx.
Vedrəyə də bilmirəm də nə qədər tutur. Ona da y deyək. 11y bərabərdir 24-ə. Aha. Sonra 3x böl 4 üstə gəlinsin 4 verir. Yəni 4y bərabərdir 114. Aldıq bir dənə sistem tənlik. İndi yuxarını mənfi 4-ə vuraq, aşağını müsbət 4-ə vuraq. Alacağıq. Mənfi 3x üstə gəlinsin 44y bərabərdir mənfi 96-ya. Aşağıda da 3x üstə gəl 16y bərabərdir 456-ya. Sistem tənlikdə x-lər gedəcək. 44y-dən 16y-in cəmi 60y eləyəcək. 60y bərabərdir. Bu ikisinin də cəmi 360 eləyir. Y də bərabərdir. 360 bölü 66. Demək 6 litr vedrənin tutduğudur. İndi gətirək, qoyaq yerinə də. Nə fərqi var ki? Y yəni 6 qoyanda böyle 66. 66-nın üstünə 24 gəlir ki 3x minus 4 alaq. 3x minus 4 bərabərdir 90-a. Onda 3x bərabərdir 360-a. X də bərabərdir 120-yə. Məndən də çənin tutumunu soruşurdu. Cavab D variantı 120-dir. 48-ci suala baxaq. İndi deyir, birinci çəndə 110 litr, ikinci çəndə 66 litr su var. Çənlər eyni vaxtda açıldı. Birinci çəndən hər saatda 3,5 litr, 2-dən 2,5 litr boşaldı. Neçə saatdan sonra ikinci çəndə birinci çəndəkindən 3 dəfə az su qalacaq. Bunu necə hesablaya bilərik? 110 çıxılsın, çünki azalır. Nə qədər hər saatda? 3,5. Saatı bilirəm? Yox. Ona görə x deyirəm. O da bərabərdir. O birisinin 3 dəfə az qalacaqsa 3 vurulsun. Nə qədər tutum var? 66. Çıxılsın. Nə qədər azalır? 2,5. 2,5 x. Bu tənliyi həll eləsək cavabı tapacağıq. 110 çıx 3,5 x bərabərdir 198 çıxılsın 7,5 x. Aha, yazaq. 7,5 x bu tərəfə keçsin, 110 bu tərəfə keçsin. Olacaq 4x bərabərdir 88-ə, x də bərabərdir 22-yə. Ona görə doğru cavab B variantı 22 olacaq. Növbəti suala baxaq. 49. A qrupundakı uşaqların 8-də 5-i ilə B qrupundakı uşaqların 3-də 2-si bir araya gəlir. 22 nəfərlik bir komanda əmələ gətirdi. İndi A-da tuta A qədər adam var. A-nın 8-də 5-i nə qədər edir? 5A böl 8. Və B-nin 3-də 2-si. B-də nə qədər var? 2B böl 3. Bu ikisi nə qədər edir? Cəmi 22. İndi bunu ortaq məxrəc silək buradan. 24'dür. Ona görə hər tərəfi 24'ə vursaq, bu onda 3'ə vurulacaq. Bu onda 8'ə vurulacaq. Alacağıq 15A üstə gəl 16B bərabərdir 22'nin də 24'ə 528. İndi bunu tapandan sonra B'nin elə qiymətini götürməlisən ki, A-da ən çox olsun. Yəni B-də minimum qiymət verməlisən ki, A maksimum qiymət ala bilsin. Belə olan halda variantları da yerinə qoyub hesablaya bilərsiniz. Asan yolu kimi. Ya da B-yə də qiymət qoyub hesablaya bilərsiniz. Məsələn 18 qoysan A-ya, 15'i 18'ə vursan və 528-dən də həmin ədəd çıxsa 16'ya bölünən ədəd deyil. Ona görə 18 ola bilməz. B də həmçinin olmayacaq. Amma 32 olur. Və yaxud da tərsinə. B-yə 2 nəfər verərik. Ən minimum kimi. Sonra 3 nəfər verərik. Görə hansında bölünən ədəddirsə, onda cavab olacaq. Ona görə 32 nəfər A qrupunda ən çox şagird ola bilər. Cavab odur. 50-ci suala baxaq. 50-ci sual da maraqlı sualdır. A ilə D-nin cəmi 109'dur. Baxaq. A-dan D-yə nə qədər fərq var? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19. 19 dənə fərq var. Yazaq. Demək A üstə gəl 19 bərabər nəyə? D-yə. İndi bu tənliyi yerinə yazaq.
D-nin yerinə A üstəgəl 19 yazacaq. A üstəgəlinin A üstəgəl 19 bərabərdir 109-a. Onda 2A bərabərdir 109 çıxılsın 19, yəni 90. A da bərabərdir 45-ə. A-nı tapdıq ki, A 45-dir. A 45-dirsə artıq S-ni tapa bilərik. A 45-dirsə S-yə 47 düşür. Bunu da arta geçsək 50, 51, 52, 53, 54, 55, 56, 57, 58. B-yə də 58 düşür. Bizə nəyi soruşur? S ilə B-nin cəmi. 47 biridir, 58 də biridir. Onun da cəmi 105 edir. Ona görə düzgün cavab D variantı 105 olacaq. 51-ci suala baxaq. İndi də 2 km, 3 km arasında bir yoldur. İndi bilmirik indi nə qədərdir. Yolun başında və sonunda da olmaqla bir tərəfində 45 metr, digərində 36 metrində elektrik dirəkləri bastırılır. Yazaq. 45 metrindən 36 metrin birinci əkobunu tapmalıyıq. Niyə görə əkobunu tapmalıyıq? Çünki biz baxmalıyıq ki, neçə metrdən bir onlar üst-üstə düşəcək. Buna əkobu 180 metr edir. Bu o deməkdir ki, 180 metrdən bir bunlar qarşı-qarşıya düşəcək. 180 metrdən bir. Onda və yolu da bilmirəm. Yolu da indi tapacağım. İndi 2 kilometrlə 3 kilometr arası bir yol olmalıdır. İndi burada elə bir rəqəm deməliyik ki, yola 180-ə bölünən bir ədəd olsun. 180-ə bölünməsə, onun əbobunu bizə vermir. 180-i də minimum şəkildə 12-yə vursaq, mənə verəcək 2160-ı. 2160 metr. O da 2 kilometrdən biraz çoxdur. Ondan aşağı yoxdur. 1900-ə düşür. 1900 2 kilometr arasında deyil. Və ən azını soruşur deyə mən belə elədim. İndi həm başlandı və sonda da olduğuna görə üstünə də 1 gələcək. Üstəgəl 1-də yadını çıxartmırıq. 12 üstəgəl 1, 13. Və hər iki tərəfdə də dirəklər olduğuna görə qarşı-qarşıya şəkildə düşəcək şəkildə vur 2, 26. Ən az 26 dənə dirək olacaq. 52-yə baxaq. Deyir, kub verilib, onun üzərində ardıcıl natural ədədlər yazılıb. Cəmi neçə fərqli qiymət ala bilər? Birinci ala bilər belə. Ardıcıl şəkildə verdiyinə görə, məsələn, 62, 63, 64, sonra gələr 65, 66, 67. Bu 1. İkinci nə gələ bilər? İkinci geridən başlaya bilər. 59, 60, 61, 62, 63, 64. Belə gələ bilər. Çünki kubun 6 dənə üzü var da. Üçüncü necə gələ bilər? 61-dən başlayar, sonra 62, 63, 64, 65, 66 gələr. Ona görə 61, 65, 66. Bir də gələr 60-dan başlayar. 60, 61, sonra 62, 63, 64 və 65. Yəni cəmi 4 dənə fərqli qiymət ala bilər. Digər suala baxaq 53-ə. D kvadratı 9 bərabər hissəyə bölünüb. Bölündüyü hissələrdən birini tam, birini isə 3/1 rənglənib. Deyir, rəngli hissənin sayəsi 4 vurulsun, 3/13. Tapaq. İndi bura x-dirsə, hamısı. X-dirsə. İndi buranın 3/1-i rənglənibsə, demək bu x böl 3-ü rənglənib. Buranın tamı rənglənib, yəni x-i. Buranın x böl 3-ü rənglənib. O da bərabərdir 4 vurulsun 3/13-ə. İndi yazaq. Orta məqam 3-dür. 3-ə vursaq hər yeri. 3x üstəgəl x bərabərdir 4 vurulsun 3/13'ü də 3-ə vuranda toplanır üstlər. Ona görə 14. İndi bura 4x eləyir. 4x bərabər 4 vurulsun 3/14-ə. Böləndə 4-lər ixtisar getdi. Qaldı x bərabərdir 3/14-ə. İndi demək bir dənəsi 3/14 sahəsi. İndi bundan 9 dənədir deyə 3/14-ü də 9-a vurur. 9 nədir? 3-ün kvadratı. İndi əsaslar eynidir, qüvvətlər toplanılır. 14 ilə 2-nin cəmi 16. Demək, bütöv kvadratın sahəsi 3/16-ya bərabərdir. Digər 54-cü suala baxaq. Deyir, pillə sayları eyni olan
pləkandır. Biri 3 çıxıb 2 enir. Yəni x böl 3 üstə gəlinsin x bölünsün 2. Digəri nə qədər düşür? 2 2 çıxıb 4 enir. Bu da x böl 2 x böl 4. Və bunların da cəmi bərabərdir 76-ya. Burada mənə 76-nı verir. İndi bunları nə etməliyik? Bunları birinci ortaq məxrəcə gətirməliyik ki, cavabı tapa bilək. Ortaq məxrəci nədir? 12-dir də bunların ortaq məxrəci. Bunu 4-ə vurarıq, bunu 6-ya vurarıq, bunu da 6-ya vurarıq, bunu 4-ə vurarıq, 3-ə vurarıq. Yazaq 4x üstə gəl 6x, 6x, 3x bərabərdir. Bunu da vuraq 912. 19x bərabər 912-yə, x də bərabərdir 48-ə. Demək 48 dənə pləkan var. Burada da 48-dir, burada da 48-dir. İkisi bir yerdə soruşur. Ona görə 48 vurulsun 2. 96. Demək ümumi 96 dənə pləkan var. Və deyir ki, pləkanların sayını göstərəndən rəqəmlər hansıdır? Yəni 9 vurulsun 6. 54 olacaq. Ona görə cavab C variantı 54-dür. 55-ə baxaq. Bir tərəzi üzərində xəta verir. Həmişə eyni və sabit miqdarda xəta verir demək. Fərqi yoxdur. Yazaq. A cismi çəkində 11 qram. Demək, A-nın üzərinə x gələndə, yəni xətasını gələndə 11 eləyir. Və B-nin də üzərinə x gələndə mənə nəyə verir? 19 qram verir. Və A ilə B-nin ikisi bir yerdə də A, B üstə gəl x, çünki sabit xəta verir. 35-ə bərabərdir. İndi bunları tərəf-tərəfə toplayaq. A üstə gəl B, üstə gəl 2x bərabərdir 30-a. İndi aşağıda da yazaq. A üstə gəlinsin B, üstə gəlinsin x bərabərdir 35-ə. İndi bunları tərəf-tərəfə çıxsaq. A-lar gedir, B-lər gedir. 2x-dən x çıxanda x qalır. 30-dan da 35 çıxanda mənfi 5 qalır. Bu o deməkdir ki, tərəzi həmişə 5 qram az ölçür. Yəni, mənfi aldıqsa demək 5 qram az ölçür. İndi gətirək yerinə qoyaq. 11 üstə gəlinsin 5 bərabərdir 16-ya. Demək, 16 qramdır ki, A-nın həqiqi kütləsi. 5 qram səhvlə 11 qram gəlir. Digər suala baxaq. 56. Bir riyaziyyat sınağının nəticələri açıqlanır və sinifdə 5 şagirdin maksimum 100 bal topladığı məlum olur. Sinifin ortalaması da qiyməti 66-dır. 60-dan da aşağı bal toplayan yoxdur. Ən az neçə nəfəri soruşur? Yaxşı, yazaq. Sinifdə deyək ki, n qədər adam var. N-dir. Nəfər sayı. Ümumi onda toplanılan bal nə qədər olur? 66 vurulsun n olur. Çünki 66 sinif ortalamasıdır. Bu ümumi baldır. Və gəlin digərlərinin topladığı balada, bu 5 şagirddən başqa, digərlərinin topladığı balada x deyək. Onda onlar nə qədər toplayır? 500 üstə gəl x-ə. Onda 66 n nəyə bərabərdir? 5 üstə gəl x-ə. İndi buradan yazaq ki, x nəyə bərabərdir? 66 n çıxılsın 500-ə. Çünki 5 vurulsun 100, 500 edir də. Bunu yazdıq. Və sonra deyir ki, 60-dan da aşağı bal yığan yoxdur. Yəni, o n çıx 5-də də, x-də böyük olmalıdır, böyük və bərabər olmalıdır. O n çıxılsın 5, n çıxılsın 5. Niyə görə? Çünki o 5 nəfərdən başqa qalan hamısı 60-dan yuxarı toplayıb. Ona görə vurulsun 60. Bunu həll edək. X böyük bərabərdir 60n çıxılsın 300-ə. İndi x-in yerinə gətirib bu ifadəni qoyuram. 66n çıxılsın 500. 66n çıx 500 böyük bərabərdir 60n çıx 300-dən. 60n bu tərəfə keçdi, 500 bu tərəfə keçdi. Qaldı 6n böyük bərabərdir 200-dən. N də böyük bərabərdir. 200-ü də 6-ya böləndə düşür 33 tam dövrdə 3. Yəni 33 dövrdə 3-dən böyük tam ədəd nədir? 34. Demək, sinifdə ən az 34 dənə şagird ola bilər ki, qiymətlər bu qədər eləsin. Digər suala baxaq. 57.
Deyir qutuda 7 qırmızı top götürəndə qalan topların 4də biri qırmızı olur. Əgər qutuya 3 dənə mavi top əlavə olunursa, bütün topların 5də 3'ü mavi olur. Yazaq. Bu necə yaza bilərik? Qırmızı çıxılsın 7 götürür çünki. Bərabərdir nəyə? 4də 1'in qırmızı çıxılsın 7, yəni qırmızıların sayı. Üstə gəlsin mavi. Maviyə bərabər olur. Və 3 qırmızı çıxılsın 21 bərabərdir mi? Bunu açdım da. Digərinə baxa. 3 mavi top qoyursa, onda mavi üstə gəlsin 3 bərabərdir. 5də 3 nə deyir? 5də 3 mavi olur. Mavi üstə gəl 3, üstə gəl qırmızı. Bunu da açsaq, eləyəcək 2 mavi bərabərdir 3 qırmızı çıxılsın 6. İndi buradan gətirək yerinə qoyaq da. Mavinin yerinə bu ifadəni qoyaq. 2 vurulsun 3q çıxılsın 21 çıxılsın 3q bərabərdir 3q çıxılsın 6'ya. Aha, vurub açaq. 6q çıxılsın 42 bərabərdir 3q çıxılsın 6. 3q bərabərdir 36'ya. Q da bərabərdir 12. Və qırmızıların başlanğıcdakı sayı 12 idi. Ona görə cavab 12 olacaq. Növbəti 58-ci suala baxaq. 3 üstü 6 hündürlükdən yerə atılan top hər dəyəndə aşağı düşür. İndi bu o deməkdir ki, 3 üstü 6'dan hər dəfə aşağı düşəcək. Vurulsun. Neçənci addımı soruşur? 6-cı addımı. 3 üstü 2 üstü 6. Bizdən bunu soruşur. İndi 3 üstü 6 vurulsun. Bunu da tapsaq 3 üstü 6, 2 üstü 6. 3 üstü 6'lar ixtisar gedir, qalır 2 üstü 6. 2 üstü 6 da mənə verir 64'ü. Ona görə cavab B variantı 64 olacaq. Digər suala baxaq. 59-cu sual. Deyir ki, düzbucaqlı formasında uzunluqları 12 və 18 cm taxta bloklar ilə tərəfi 6 olan kvadrat formalı taxta bloklar şəkildəki kimi aralarında boşluq olmayacaq və üst-üstə gəlməyəcək yan şəkildə yan-yana düzdür. İndi biz burada nə etməliyik? Birinci tapmalıyıq əkoblarını. Niyə görə? Bunun uzunluğu nə qədərdir? Bu ikisinin bir yerdə uzunluğu. Bizə verir 18'i. Bunun ümumi uzunluğu nə qədər verir? 18 ilə 6, yəni 24. Və ümumi əkoblarını tapsa, əkob 18, 24 eləyir 72. Demək, biz burada niyə görə əkobu tapdıq? Çünki bunlar harda görüşəcəklər? Yəni, eyni uzunluqda olacaqlar. 72 santimetrdən sonra bunlar eyni xətt üzərində olacaq. Bizdən də ən azını soruşur da. Demək, buranın ümumi uzunluğu 72 olacaq. Və indi buranı tapaq. Buranı biz bildik ki, bura 6'dır, burada 6'dır. Onda bura nə qədər? 12'dir. Düzbucaqlığın da sayəsi nəyə bərabərdir? N'in uzunluğu 12 vurulsun 72. 72'ni 12'ye vurmalıyıq ki, cavabı tapa bilək. O da eləyir 864. Ona görə ən az 864 ola bilər. 60-cı suala da baxaq. Burada deyir ki, bərabər kütləli mavi halqalardan bir ədəd taxılarsa A, 2 ədəd taxılarsa B, 3 ədəd taxılarsa C konstruksiyası əldə olunur. B'nin ümumi kütləsi A'nın ümumi kütləsinin 3'də 4 misli olduğuna görə C'nin ümumi kütləsinin A'nın ümumi kütləsinə nisbəti. Yazaq. A nəyə bərabərdir? A bərabərdir P üstə gəlinsin H. P bu atdığın çəkisidir, H da bu dairənin çəkisidir. B nəyə bərabərdir? P üstə gəlinsin 2H. C nəyə bərabərdir? P üstə gəlinsin 3H. Düzdürmü? Bunu yazdıq. İndi deyir ki, B'nin ümumi kütləsi. B bərabərdir 3'də 4 A'ya. 3'də 4 A'ya. İndi yazaq. P üstə gəlinsin 2H. B'yə 3'də 4 A demişik. Yazıq 3'də 4
P üstəgəlsin H. A-da P üstəgəl H-dır, B-də P üstəgəl 2H-dır. İndi bunu həll eləyək. 3P üstəgəlsin 6H. Demək ki, 3-ü buna vururuq, 4-ü də buna vururuq da. 3P üstəgəl 6H bərabərdir 4P üstəgəl 4H-a. Buradan da 2H bərabərdir P-yə. Bu o deməkdir ki, dairənin 2 dənə dairənin kütləsi bir dənə attığın kütləsinə bərabərdir. İndi bunu yazandan sonra biz tapa bilərik ki, S və A-nın kütləsi nə qədərdir? Yazaq. S-də nə idi? P üstəgəlinsin 3H-a. İndi P-nin yerinə 2H qoysaq, 2H üstəgəl 3H eləyir 5H. Demək, bu 5H-dır kütləsi. A-nın kütləsi nə qədər? P üstəgəlinsin H. Yəni 2H üstəgəlinsin H. O da eləyir 3H. Demək, A-nın kütləsi də 3H-dır. 5H-ın 3H-a nisbətini soruşur bizdən. 5H-ı da 3H-a böləndə H-lar ixtisar gedir, qalır 5 bölünsün 3. Ona görə düzgün cavab A variantı 3-də 5 olur. İzlədiyiniz üçün çox sağ olun, təşəkkür edirəm. Lise və gimnaziya imtahanlarına hazırlaşmaq istəyənlər yorumlarda yaza bilər, əlaqə nömrəmə də yaza bilərsiniz. Əgər sizi maraqlandıran digər suallar varsa, onları da yorumlarda yaza bilərsiniz. Məsəl üçün, Bakıda, Gəncədə, Şəmkirdə, Sumqayıtda fərqi yoxdur. Hansı liseye hazırlaşırsınızsa, getdiyiniz lisey sizin sinifinizə nə qədər yer ayrılmasını bilmək istəyirsinizsə, mənə yaza bilərsiniz. Mən sizinlə bunları bölüşəcəm. Çox sağ olun, təşəkkür edirəm.